Başlayırıq riyaziyyat suallarının izahına. Birinci 26-cı sualda. Deməli, əvvəlcə bölməni yerinə yetirirsiniz. Eləyir 15. Üstə gəlinsin 3. Sonra isə mötərizənin için sadələşdirirsiniz. O da eləyir 9. 18-dən 9 çıxanda cavab eləyir 9. İkinci sualda 225 ədədini sadə vuruklara ayırırsınız. 3-ə bölünür. Rəqəmləri cəmi 3-ə bölündüyünə görə alınır 75. 3-ə bölünür 25. 25 5-ə bölünür 5. 5 də 5-ə bölünür 1. Deməli, deyil, neçə dənə sadə vuruğu var? Sadə vuruqların sayını istədiyinə görə cavab olur C variantı. Gəldi 28-ci sualı. Deyir ki, 4 rəqəmli ədədi 9-a qalıqsız bölünür. Ədəd nə vaxt 9-a qalıqsız bölünür? Rəqəmləri cəmi 9-a bölünürsə. Rəqəmləri toplayanda eləyir 12 üstə gəlinsin A. İndi biz bu cəmin 9-a bölünməsini istəyirik. 9-a bölünən ilk ədəd, yəni 12-nin üzərinə hər hansı bir rəqəm əlavə eləsək, alınan ədəd olacaq 18. Deməli, mən 12-nin üzərinə 6 əlavə etsəm, alınan ədəd olar 18 və 9-a qalıqsız bölünər. Deməli, doğru cavab olur C variantı. Gəldik əkobu hesablama. Sadələşdirsəz, hesablasaz alınır 360. Sonra burada əvvəlcə 1,25 çıxaq 0,3. Sonra 4də 1-i də çevirirəm, 10-luq kəsirəm. Sürət və məxrəcini 25-ə vururam. Mərhələli şəkildə çıxanda əvvəlcə 1,25-dən 0,3 çıxıram. Bölü 0,95. Sonra 0,95-dən də 0,25 çıxıram. Bu da eləyir 0,7. Sonda yaranan bu 0 var, onu ata da bilərsiniz. Sonra deyir ki, şagird pulunun 3də 1-ini bufetdə, 4də 1-ini isə kitabxanada xərclədi. Gəlin şagirdin xərclədiyi pulu hesablayaq. 4də 1 ilə 3də 1-i toplayanda əvvəlcə ortaq məxrəcə gətiririk. Birincinin sürət və məxrəcini 4-ə vururuq. İkinci ədədin sürət və məxrəcini 3-ə vururuq. Bu qayda toplayanda eləyir 12-də 7. Deməli, şagird pulunun 12-də 7 hissəsini xərcləyib. Bəs nə qədər pulu qalıb? Ona görə ümumi hissənin sayı 1 tamdır. Xərclədiyi pulu çıxanda qalır 12-də 5 hissəsi. Deməli, pulunun 12-də 5 hissəsi nəyə bərabər imiş? 25-ə. Biz 12-də 5 hissəsi 25 olan ədədi tapırıq. Buna görə də ədədi hissə göstərən kəsirə bölürük. Bölməni də tərsinə çevirib vuranda cavab alınır 60. Deməli, şagirdin əvvəl nə qədər pulu var imiş? 60 manat. Sonra ifadənin qiymətini tapın. 6 ilə 9-un əkobunu tapırsınız. Əkob 6 ilə 9. Bu iki ədədin əkobu 18-dir. Ona görə də birinci kəsirin sürət və məxrəcini 2-yə vurursunuz. 18-də 12. İkincinin də sürət və məxrəcini 3-ə vurursunuz. Sonra toplamanı yerinə yetirirsiniz. Məxrəc olduğu kimi qalır. Sürətdəki ədədləri toplayıb sürətdə yazırsınız. Sonda ixtisar gedirsə ki, bizdə hər ikisi də 3 ixtisar gedir, qalır 6-da 5. İxtisar aparsın. Mütləq ixtisara diqqət yetirin. Verilən ədədlərdən hansı deyir? Verilən kəsirlərin arasında yerləşir. Gəlin əvvəlcə 12-də 7-ni bu şəkildə bərabərçilik formasında yazaq. Bunun 6-da 5-in sürət və məxrəcini 2-yə vururam. Olur 12-də 10. Deməli, mənim axtardığım kəsir 12-də 7 ilə 12-də 10 arasında olmalıdır. Və baxırsınız bura. Burada araşdırağım. Mütləqdir ki, bu 12-də 12-dən, yəni 1 tamdan böyük ədəd olmur. Ona görə də 6-da 7-ni atırsınız. Çünki o 1 tam 6-da 1-də axır, bu 12-də 12-ni aşır. Yerdə qalan kəsirlərin hər birinin məxrəci 12-yə gətiririk. 2-də 1-in sürət və məxrəcini 6-ya vururuq. Eləyir 12-də 6. 3-də 2-nin sürət və məxrəcini 4-ə vururuq. Eləyir 12-də 8.
4-də 3-ün də sürət və məxrəcini 3-ə vururuq. Eləyir 12-də 9. Verilən kəsrlər arasında sadəcə 12-də 8 ilə 12-də 9. Yəni 3-də 2 ilə 4-də 3 yerləşir. Ona görə də doğru olan variant olur B bəndi. Sonra gəldik qarışıq ədədlərin vurulması. Qarışıq ədədləri vuranda həmişə düzgün olmayan kəsrə çevirmək lazımdır. Düzgün olmayan kəsrə də necə çeviririk? Tamı kəsrin məxrəcinə vurursunuz. Sürəti gəlirsiniz hasilin üzərinə və yazırsınız sürətdə. Eyni qaydada 2-ni vurursunuz 5-ə, 10, üzərinə də 1 gəlirsiniz 11. Və baxırsınız burada ədədlər heç bir ixtisar getmir. Ona görə məxrəci məxrəcə vurub məxrəcdə, sürəti sürətə vurub sürətdə yazırsınız. Görürsünüz ədədlər hamısı tam şəklində verib. Ona görə də 121-i 10-a bölüb 10 onluq kəsrə çeviririk. O da eləyir 12,1. Sonra uzunluğu 5,25 metr olan taxta parçasını 0,3 hissəsini kəsdilər. 5,25-i vurursunuz 0,4-ə. Aha, gəlin vuraq görək nə alınır. Deməli 5,25-i vururuq 0,4-ə. Eləyir 2,1 və kəsdilər. Kəsdilər nə qədər qalar? Bizdən qalar hissəsini soruşduğuna görə 5,25-dən 2,1-i çıxırıq. O da eləyir 3,15 metr qalar. A variantı. Əvvəl kəsir, sonra ədəd gəlirsə, buna hissəsinə görə ədədin tapılması deyilir. Bu zaman ədədi kəsir göstərən ədədə bölməyiniz kifayətdir. Biz bilirik ki, kəsirə bölmə anlayışı yoxdur. Bölməni vurmaya çeviririk, hesablayırıq. İxtisarları aparsaq, eləyir 70 ilə 5 ixtisar gedir, qalır 14. 14 də 7-yə vuranda eləyir 98. Sonra deyir ki, bu uzunluqlarda 3 dəmir çubuğu bərabər ölçüdə kəsilməlidir. Ən az dediyinə görə və bu ədədləri hissələrə ayırmaq istədiyinə görə bu ədədlər üçün əbob tapmaq lazımdır. Əbob 720, 216, 288. Yəni hər üçünün də deyir ki, 3 dəmir çubuğu bərabər hissələrdə ölçüdə böldülər. İndi bu 3 ədədin üçünün də bölündüyü ədəd, üçünü də sayda vuruqlara ayırırsınız. Ortaq olan sayda vuruğu tapırsınız. Sonra tapdığınız ədəd bir dəfə 720-yə, bir dəfə 216-ya, bir dəfə də 288-ə bölürsünüz. Alınan hissələri də toplayırsınız. Sonra aşağıdakı ədədlərdən neçəsi 28 ilə qarşılıqlı sadədir? 28 ilə qarşılıqlı sadə olan ədəd 28 cüt ədəddir. Deməli, cüt olan ədədlər qarşılıqlı sadə ola bilməz. Ona görə cüt ədədləri ixtisar aparırıq. 28 7-yə bölünür. 7-yə bölünən ədədlərdə ixtisar gedir. Yerdə qalan ədədlər 3-ü 28 ilə qarşılıqlı sadə olan ədədlərdir. Sonra ədədlərdən hansı 0,25-dən böyükdür? 0,25-dən böyük, yəni 4/1-dən böyük olan ədədlər deməkdir. 4/1-dən böyük olan ədədlər istəsəz kəsir formasına müqayisə ilə biləsiniz, daha yaxşı olar. 0,25-i 4/1 formasında yazıram. 4/1 4/1-dən böyük ola bilməz. İndi 4/1 ilə 3/1-i müqayisə eləsək, 3/1 sürətləri bərabər olan kəsirdən məxrəci kiçik olan böyük olur. Ona görə də C ilə D uyğun gəlmir. A variantı böyükdür. Sonra deyir ki, qəssab 120 kiloqram əti əvvəlcə 5/3 hissəsini, sonra isə qalanın 2/1 hissəsini satdı. Deməli, əvvəlcə 120-nin 5/3 hissəsini tapırsınız. Bu eləyir 120-ni 5-ə böləndə 24, 24 3-ə vuranda 72. Sonra qalanın deyir 120-dən 72-ni çıxırsınız.
48 kiloqram ət qalır. 48-in də 2də 1-ni satdılar. Yəni yarısını satdılar. 48 qalmışdı, yarısını satdımsa yarısı qalar. Və yaxud da 48-dən satdığımı çıxıram, o deyilir 24 kiloqram. Sonra onluq kəsiri onluq kəsirə böləndə yaxşı olar ki, ədədlərin hər ikisini vergüldən azad eləyəsiniz. Bu zaman böləni baxmağınız ən yaxşısıdır. Böləndə vergüldən sonra 2 rəqəm var deyə mən həm bölünəni, həm böləni 100-ə vururam. Birinci ədəd eləyir 3500, ikinci ədəd eləyir 7. 3500-ü 7-yə böləndə eləyir 50. Sonra gəldi. Misallarda həm vurma, həm bölmə olduğuna görə, toplama olduğuna görə əvvəlcə vurmanı yerinə yetirirsiniz. Eləyir 6. Sonra üstünə də 1,4'ü gəlirsiniz. Tamla tam toplanılır. O da eləyir 7,4. Su ilə dolu qabın kütləsi 25,5 kiloqramdır. Boş qabın kütləsi 2,7 kiloqram olarsa, suyun kütləsini tapın. 25,5'dən 2,7'ni çıxırsınız. O da eləyir nə? 22,8 kiloqram. Sonra ifadənin qiymətini tapın. Əvvəlcə 5'də 3 ilə 10'da 3'ü toplayaq. Ortaq məxrəc bunlarda 10'dur. Birinci kəsr sürət və məxrəcini 2'yə vururam. Eləyir 10'da 6. Üstə gəlinsin 10'da 3. Çıxılsın. Bu 1 tamı 9'da 9 şəklində yaza bilərəm. Siz mənfi müsbət ədədi keçmişsiniz. Buranı toplayanda eləyir 10'da 9. Burada 9'da 9'dan 9'da 4'ünü çıxanda eləyir mənfi 9'da 5. 10 ilə 9 ardıcıl ədədlər olduğuna görə bunların nəkobu hasilinə bərabərdir. Yəni 90'dır. Ona görə birinci kəsirin sürət və məxrəcini 9'a, ikincini də 10'a vurursunuz. Bu eləyir 81 çıxılsın 50. 81'dən də 50 çıxanda eləyir 90'da 31. C variantı. Yaşları 8, 10, 12 olan 3 qardaş 150 manat pulu düz mütənasib hissələrə bölüb. Düz mütənasib dediyinə görə verilən ədədlərin yanına x yazıb toplayıb bərabər eləyirsiniz verilən ədədə 150'yə. Bunu toplayanda eləyir 30x bərabərdir 150, x də bərabərdir 5. Bizdən bu tapdığımız mütənasiblik əmsalıdır. Böyük qardaş neçə manat pulu olar? Böyük qardaşın yaşı ən böyük olandır. 12, 12'ni də 5'ə vuranda eləyir 60. Deməli, böyük qardaşın 60 manat pulu var. Sonra gəldik. Hər bir mötərizəni ayrı-ayrılıqda hesablayırıq. Birinci eləyir 2,4'də 3, ikinci eləyir 3,3'də 2. Sonra hər ikisini ayrı-ayrılıqda düzgün olmayan kəsirə çeviririk. Birinci kəsir eləyir 4'də 11, ikinci kəsir eləyir 3'də 11. Bölməni vurmaya çeviririk. Birinci kəsir olduğu kimi qalır. İkincini tərsinə çevirib vururuq. 11'lər ixtisar gedir, qalır 4'də 3. O deyir D variantı. Sonra gəldik burada düz asılıq. Deyir ki 4 sahada 20 metrin kvadratı divar hörür. Bənna. 30 metr kvadrat divarı neçə sahada örər? X sahada 30 metrin kvadratı. Bənna çox işlədikcə hördüyü divarın hündürlüyü də çox olacaqdır. Ona görə də sahəsi çox olacaq. Düz asılıqdır. Yəni birinci kəmiyyətin biri artdıqca digər də ona uyğun olaraq artır. Düz asılıqda həmişə yadınızda qalsın. Ədədləri x işarəsi kimi bir-birinə vurursunuz. Yəni 20 vurulsun x bərabərdir 4 vurulsun 30. Buradan da x bərabərdir 6'ya. Tənasibi həll edin. Kənar hədlərinin hasili orta hədlərinin hasilinə bərabərdir. Yəni 36x bərabərdir 45. 45 vurulsun 0,4. Buradan x'i tapanda 45'i vururuq 0,4'ə.
Bölürük 36-ya. Bu eləyir 18 bölünsün 36. Hər ikisini də 18-i ixtisar aparanda eləyir 2-də 1. Onluq kəsrə çevirin deyir və sürət və məxrəci 5-ə vurub onluq kəsrə çeviririk. Sonra 1 kiloqram 12 manata alınan fındıqla 1 kiloqram 20 manata alınan fındıq uyğun olaraq 3-ün 5-ə nisbətində bir-birinə qarışdırılır. Qarışığın 1 kiloqram ən az neçə manata satılmalıdır ki, bu satışdan zərər əldə edilməsin. Aha, baxaq. Deməli, birinci fındığın kilosu 12 manatdır. İkinci fındığın kilosu 20 manatdır. Sonra bir-birinə 3-ün 5-ə nisbətində bir-birinə qarışdırılır. Bunu necə sadə yolla izah eləyək ki, sizin üçün başa düşülməsi rahat olsun. Deməli, qozların nisbəti 3-ün 5-ədir. Birinci qozu x götürsək, ikinci qozu götürürük y. Olur, onda belə. X-in y-ə nisbəti. Yaxşı, yazaq belə. X bölünsün y. Yəni, tutaq ki, birinci qozdan 3 kiloqram alınanda, ikinci qozdan 5 kiloqram alınır. Və yaxud da sadə yolla, yaxşı, bir dəqiqə 50-ni yazım, sonra onun sadə yolla izahını sizə verməyə çalışacağım. Bu asan. 96-nın kilometri 2 saata gedibdir. Yazırıq 2 saata. 64 kilometr yolu isə x saata gedər. Burada 2 yol, 2 düstur. Birinci düsturdan gedilən yolun düsturundan istifadə edə bilərsiniz. İkincisi asıllıqda. Mən düsturdan gedirəm, çünki düstur yadınıza düşsün istəyirəm. Düsturdan gedəndə gedilən yolun uzunluğunu tapmaq üçün sürəti zamana vururuq. Gedilən yol 96-nı vurdum 2-yə. Belədir 192 kilometr. İndi həmin bu sürəti 64 olanda gedilən yol uzunluğu dəyişmir. Sadəcə dəyişən sürəti oldu. Burada zamanı tapmaq üçün yolun uzunluğunu sürətə bölmək lazımdır. 192-ni bölürsünüz 64-ə. Bu da eləyir 3 saat. Uşaqlar. Deməli, ardını gedək. Burada 3 və 5-in nisbətinə dediyinə görə birinci fındıqdan 12 manatda olan fındıqdan deməli kiloqram 12 manat olan fındıqdan 3 ölçü götürürəm. Yəni 3 kiloqram götürürəm. 3-ü vururam 12-yə. Bu da eləyir 36. Yəni 36 manatlıq almışam. Elə bil 3 kilo 36 manatlıq almışam. Sonra 5 kiloqram qozu alıram. Kilosu 20 manatdan. 3-ün 5-ə nisbəti düzəlsin deyə. 5-i vururam 20-yə. Deməli, cəmi mən 3 kilo fındıqla 5 kilo qoza bir yerdə 136 manat pul ödəmişəm. 3x-la 5x-i toplayanda bərabər eləyirəm 136-ya. Sonra bu ikisini toplayanda eləyir 8x bölünsün 136. Buradan da x bərabərdir 17. Deməli, orta qiymətlə mən buradan 17 kiloqramdan satsam, əgər 5 kiloqram malı 17 kiloqramdan satsam, mən ziyan etməmiş oluram. Yəni, elə bir qozla fındığı ayrı-ayrılıqda aldım, qarışdırdım. Cəmi 136 manat pul verdim. 5 kilo əlimdə məhsul oldu. Və mən 136 manat aldığım məhsulun qiyməti olur. 136 manatı bölürəm 5-ə. O da eləyir nə? 17 manat. Deməli, mən 1 kiloqramın 17 manatdan satsam, nə xeyir qazanıram, nə zərər əldə eləyirəm. Gəldik buradakı bu əbob əkyob misalına. Burada əbob bu hesablayanda burada alınır 72. Deməli, hər bir bərabər ölçünün uzunluğu 72-dir. 72 santimetrdir. Sonra hər bir ədədi ayrı-ayrılıqda 72-yə bölürəm. Birincidə alınır 10 hissə. İkinci 216-nı 72-yə bölürəm. Alınır 3 hissə. 288-i də bölürəm 72-yə. Alınır 4 hissə. Sizdən dəmir parçalarının sayını soruşur. Ona görə də alınan hissələri toplayırsınız. O da eləyir 17.